صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. Allahumma accil li veliyyikel farac. Selamun aleykum əziz dəyərli möminlər. Xoş gördük sizləri bu mərifət, gözəl rəhmət ayında. Allah Teala ibadətlərimizi, itaətlərimizi, tutduğunuz oruçları sizdən ali dərəcədə qəbul eləsin inşallah. Bizim üçün Allah Teala axırıncı Ramazan ayı qərar verməsin. Gələn Ramazan ayına qədər günahlarımızı, bağışlanmış günahlardan qərar versin. İmam Baqir əleyhissalam buyurur: İnna lillahi və mələikətən muvakkilinə bis-saimin. Allah Teala'nın oruç tutanlar üçün müvəkkil olunmuş mələkləri var. Allah Teala oruç tutanlar üçün müvəkkil olunmuş mələklər qərar verib ki, görək o mələklər bizim üçün nə iş görürlər. Yəstəğfirunə ləhum fi kulli yevmin min şəhri Ramazan ilə axirihi. Həmin o mələklər Ramazan ayının əvvəlindən sonuna kimi hər gün onlar üçün bağışlanmaq diləyirlər. Allah Teala bu ayda bu mələkləri ayırıb ki, biz bəndələr oruç tuturuq, Allahın razılığını, mərifətini, əxlaqı əldə eləmək üçün, gözəl ibadət eləmək üçün ki, oruç tuturuq. Allah Teala bu oruç tutmaqla biz üçün iki mələk xəlq eləyib ki, yəstəğfirunə ləhum fi kulli yevmin. Bütün günlərdə, Ramazanın bütün günlərində Allah Teala bizim günahlarımızı bağışlasın və bu Ramazanda bizi gözəl ibadətə layiq qərar versin. Və yunadunəs-saiminə kullə leylətin ində iftarihim. Hər gecə iftar vaxtı oruç tutanlara Mütəal Allah belə səsləyər: Əbşiru ibadəllah və qəd cu'tum qəlila. Ey Allahın qulları, sevinin. Az müddət oruç qaldınız. Həqiqətən günlər qısalıb, bir neçə saat biz oruç tuturuq və buyurur ki, və təşbəunə kəthira. Siz ki, az müddət oruç ac qaldınız, çox doyacaqsınız. Allah Teala bu fani dünyada bizim üçün bu Ramazan ayını ki, qərar verib səhərdən axşama qədər özümüzü biz haramdan, halaldan qoruyuruq, nəfsimizə saxlayırıq hər bir şeydən. Ona görə Allah Teala buyurur ki, bu fani dünyada ki, vəqət cu'tum qəlila, az qaldınız və təşbəunə kəthira. Amma mən sizi halı məhşərdə, qiyamət günündə Sirat körpüsündən öz verdiyim nemətlərdən, rozilərdən sizə çox verəcəm və sizi çox doyuzduracağam. Buriktum və burikə fikum həttə izə kana axiru leylətin min şəhri Ramazan nadəvhun. Bərəkətli oldunuz bu ayda. Allah sizi bərəkətli qərar verdi və sizə bərəkət bəxş olundu bu ayda. Allah öz bərəkət rəhmətini sizin üzərinizə gətirib çıxartdı. Ramazan ayının sonuncu gecəsi oldu, həmin mələklər onları səsli beyə deyəcəklər. Elə ki, Ramazan ayının axırı yetişdi, həmin mələklər onlar səsləyib belə deyərlər: Əbşiru ibadəllah. Ey Allahın qulları, qəfərəllahu ləkum zunubakum. Allah sizin günahlarınızı bağışladı. Xoş halımıza ki, Allah Teala bu ayda bu müjdəni bizə verib ki, biz bu ayda Allahla razı niyaz edək, dua edək, istiğfar edək. O qədər günahlarımız var ki, batində, zahirdə elə etmişik, Allahdan haya etməmişik, hər nə gəldi etmişik. Amma Allah Teala bu rəhmət ayında, istiğfar ayında, məğfirət ayında bizi özünə dəvət edir ki, bu ayda insan nə eləsin? Çoxlu dua eləsin. Qəfərallahu ləkum zunubakum. Allah sizin günahlarınızı bu ayda bağışladı. Və qəbilə təvbətəkum. Və tövbələriniz qəbul elədi. Nə qədər tövbə etsək, bu ayda çoxlu tövbələr etsək, Allah bir o qədər də bizim tövbələrimizi qəbul eləyər. Və qəbilə təvbətəkum. Və sizin tövbələrinizi qəbul etdi. Fənzuru keyfə təkununə fīmə təstənifun. Yenidən əməllərinizin necə başlayacağınıza diqqət edin. Bilin ki, daha bundan sonra biz bir günahımız yoxdur. Bütün tövbələrimiz qəbul olub, istiğfarlarımız qəbul olub. Bundan sonra yeni aya başlayanda özümüzü Allah qarşısında düzəltməliyik. İlahi, bu Ramazan ayında bizi paklaşdırdın, nəfsimizi paklaşdırdın, bizi haramdan uzaqlaşdırdın, bədənimizdə olan haram tikələri tökdün. Hər nə itmişdiysə Allah bu ayda bizi bağışlatdırdın. Ki, buyurur ki, fənzur keyfə təkununə fīmə təstənifun. Yenidən əməllərinizi necə
başlayacağınıza dikkat edin aziz değerli müminler. Bilin ki bundan sonra Allah Teala sizi paklaştırıp ve öz ziyafetullah sürfəsində sizə qərar verib ki, bundan sonra siz günah etməyəsiniz. Allah'tan dua edək ilahi pərverdigarı aləm. Ramazan ayında etdiyimiz duaları, tutduğumuz oruçları bizdən ali dərəcədə qəbul eləsin. Allah'tan dua edək, Mevlamız sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.